Qeyd edək ki, STEAM Azərbaycan festivalında 22 ölkədən 1415-dən çox iştirakçı iştirak edir və 16 əsas 2 alt kateqoriya üzrə yarışırlar. Məhz biz bir komandamıza yaxınlaşacağıq. Onların maraqlı, belə deyək də, görünüşləri var. Salam. Necəsiz? Yaxşıyıq, siz necəsiz? Çox sağ ol. Adım Ardadır, soyadım Məmmədov. Sənin adın nədir? Xədicə Mustafayeva. Layihəniz barəsində mənə qısa məlumat verə bilərsən? Sizin maraqlı, belə deyək, geyiminiz var. Bizim layihəmiz su altındakı zibillər probleminə diqqət çəkir. Su altındakı zibillərin yığılması qısaca. Bizim bir dənə qol robotumuz var. Bizim hazırladığımız bu robot xüsusi qolları var və motorlar sayəsində tullantıları qaldıra bilir. Və bu robot sensorlar sayəsində isə tullantıları tanıyır və hazırladığımız zavod maşınına qoyur. Adın nədir? Ramal. Bəs sənin? Ruslan. Hansı məktəbdən? 131 nömrəli tam orta məktəb. Bu sualtı qayıb bizim tədqiqat robotumuzdur. O sızmanı müəyyən eləyir və suyun altındakı canlıların vəziyyətini müşahidə edir. Bu xilasetmə gəmisi suyun üstündə yığılan nefti xüsusi avadanlıqlarla təmizləyir. Bu işçilər də ona kömək edir. Hüseynzadə İlkin, Təfəkkür Liseyi Sumqayıt məktəbindənəm. Kateqoriyamız X2-dir. Layihə barəsində mənə qısa məlumat verə bilərsən? Bizim maketimiz interaktiv maketdir. Ancaq sırf alternativ enerji ilə işləyən bir maketdir. Məsələn, günəş işığı ilə, bir də bizdə təzə innovasiya var, hidrostansiya. Xankəndini məncə təsadüfən seçməmisiniz, eləmi? Xankəndi çox belə ekoloji yerdir deyə. Həm çoxlu günəş var, gündə 270 ən azı gün var günəşdən. Həm də çoxlu külək var. Burada lazım olsa hava turbinləri qoya bilərik. Ona görə də Xankəndini seçmişik. Salam, mən Mirzəyev Əli, 202 nömrəli məktəbin 11-ci sinif şagirdiyəm. Bizim layihəmiz ondan ibarətdir ki, hidrogenlə işləyən maşınlardır və əsas məqsəd odur ki, kim daha çox enerjiyə qənaət edərək dövrləri daha çox vuracaq. Hansı kateqoriya üzrə yarışır? H2 Grand Prix Pro. Komandanızın adı necə? Hidra. Qalib olacağınızı inanırsınız. Ümid edirik ki, qalib olacaq. Yarış, əylən, öyrən.